Mən Muradova Murad qızı, Azərbaycan Dövlət İqtisad Universitetinin əzində Qida Sənayesi Kollecinin hüquqşünası, o cümlədən həm də tarix müəlliməsi, prorektor Şayiq Əsgərov olmaqla bir qrup nümayəndə Həmkarlar İttifaqının sədri, onların özlərinin gəliblər ki, 126 nəfər sizi burada istəmir. Mən də deyirəm ki, maddi sübut göstərin. Məni niyə burada istəmirsiniz? Kollecimizin nüfuzuna zərər gətirmirsən. Necə yəni? Kollecdə imtahanlar köçürüləndə, qanunsuzluqlar baş verəndə, korrupsiya baş verəndə bu kollecin nüfuzuna zərər gətirmir. Mənim düzgün işləməyim, işimə vaxtlı vaxtında gəlib getməyim bunların nüfuzuna zərər gətirir. Yəni mən qanunsuz hərəkətləri ictimailəşdirdiyim üçün məcbur olub etmişəm. Xahiş edirəm ölkəmizin prezidenti cənab İlham Əliyevdən, vitse-prezidentimiz Mehriban xanım Əliyevadan mənə kömək edin. Mənim 22 illik təhsil əziyyətimə son verilsə, mən şiddətli töhmətlə işdən çıxarılsam, mən özümü gedib elə aparatın qarşısında yandıracağım. Məni xahiş edirəm bu vəziyyətə gətirməyin. Xalqımdan da xahiş edirəm, mənə dəstək olun. Dəstəyinizi məndən əsirgəməyin. Balalarımızın gələcəyi üçün. Onsuz da təhsil bərbad gündədir. Hamı təhsildən narazıdır.